Hər kəsə salam. Bu gün biz 7-ci sinif dərsliyindən birhədlər və onların hasili mövzusunun izahına və uyğun tapşırıqlara baxacağıq. Gəlin başlayaq. Əvvəlcə mən sizə natural üstü qüvvət nədir? Natural üstü qüvvət dedikdə nə başa düşməlisiniz? Onu anlatmaq istəyirəm. Deməli, hər biri A-ya bərabər olan n sayda vurğun hasilinə A ədədinin n-ci dərəcə natural üstü qüvvəti deyilir və A üstü n kimi işarə edilir. Nə deməkdir bu? Məsələn, 3 dənə A verilib bizə. Bu bərabərdir A üstü 3. Yəni A-nın kubu. Məsələn, 5 dənə A versəydi, olacaqdı A üstü 5. Burada da bizə onu anlatmaq istəyir ki, n sayda A verilibsə, bu olur A üstü n. Və burada A əsas adlanır. Təkrarlanan vuruq, yəni A natural üstü qüvvətin əsasıdır. N isə natural üstü qüvvətin dərəcəsi adlanır. Məsələn, tutaq ki, B üstü n yazsaq, burada B əsasdır, n isə dərəcədir. Məsələn, 5-in kubu. Burada 5 natural üstü qüvvətin əsasıdır, 3 isə dərəcədir. 5-in kubu nə deməkdir? Yəni 3 dənə 5, 3 dənə 5-in hasili, yəni 5 vurulsun 5 vurulsun 5. Məsələn, 5 üstü 7 nə deməkdir? Yəni 7 dənə 5-in hasili. Ona görə də, deməli, n sayda vurğun hasilinə, yəni hər biri A-ya bərabər olan n sayda vurğun hasilinə biz A ədədinin n-ci dərəcədə natural üstü qüvvəti deyəcək. Yəni, natural üstü qüvvət dedikdə, baxın, siz bunları başa düşəcəksiniz. Gəlin indi keçəyin birhədliyə. Birhədli nə deməkdir? Deməli, ədədlər, dəyişənlər və onların natural üstü qüvvətlərinin, baxın, bayaq natural üstü qüvvəti izah elədik. Deməli, ədədlər, dəyişənlər və ya onların natural üstü qüvvətlərinin hasilindən ibarət olan ifadəyə birhədli deyilir. Baxın, birhədli dedikdə, burada nümunələri yazmışam, bunları başa düşəcəksiniz. Yəni, bizim ədədimiz var, dəyişənlərdən ibarətdir və ya onların natural üstü qüvvətlərinin hasilindən ibarət olan ifadəyə birhədli deyəcəyik. Məsələn, 4, tutaq ki, A kubu. Baxın, birhədlidir. Ədəd var, natural üstü qüvvət var. Və yaxud 3m-in kubu n və yaxud A kvadrat B üstü 4 C və yaxud 7A-nın kvadratı B üstü 4 C-nin kubu. Baxın, ədədlər var, dəyişənlər var və ya onların natural üstü qüvvətləri varsa və bunlar hasil şəklindədirsə, biz bu ifadələrə birhədli deyəcəyik. Məsələn, əgər toplama olsaydı burada, o artıq birhədli olmayacaqdır. O artıq çoxhədli olacaqdır. Yəni, diqqət etməliyik ki, mütləq hasil olmalıdır. Baxın, burada qarşıda dayanan ədəd, məsələn, 3m-in kubu n. Burada 3 əmsal adlanır. Nə adlanır? Əmsal. Məsələn, burada əmsalımız neçədir? 7. Deməli, bu birhədlinin əmsalı olacaq 7. Bəs yaxşı, birhədlinin dərəcəsi dedikdə nə başa düşəcəksiniz? Həmin bu birhədlidəki dəyişənlərin dərəcələrinin cəmini. Məsələn, A kvadratın dərəcəsi neçədir? 2. B üstü 4-ün dərəcəsi neçədir? 4. C üstü 3-ün dərəcəsi neçədir? 3. Yəni, 2 plus 4 plus 3, o da bərabərdir 9-a. Deməli, bu birhədlinin dərəcəsi 9-dur. 7 isə əmsalını göstərir. Ümidvaram ki, hər kəsə aydındır. Deməli, siz bir də yadınızda saxlamalısınız ki, 1-in istənilən qüvvəti
bərabərdir. Sıfırın istənilən qüvvəti elə sıfırdır. İstənilən bir həddin üstündə sıfır varsa, o 1-ə bərabərdir. Məsələn, 5 üstü 0 1-ə bərabərdir. Məsələn, n üstü 0 1-ə bərabərdir. Bunların hamısı 1-ə bərabərdir. Deməli, bir də siz bilməlisiniz, bir hədlinin, deməli, bəzən olur ki, məsələn, siz görəcəksiniz. Məsələn, görəcəksiniz ki, tutaq ki, 7 a kvadratı, məsələn, b, bir dənə də a var. Bir dənə də b-nin kvadratı var. Baxın, bu bir hədlidir. Amma standart şəklində deyil. Standart şəklində deyil. Standart şəklində bir hədli nə deməkdir? Yəni, buradakı hər bir hərf, yəni hər bir dəyişən bir dəfə yazılmalıdır. Məsələn, görürsünüz, A 2 dəfə yazılıb, B 2 dəfə yazılıb. Hər biri bir dəfə yazılmalıdır. Ona görə biz bu bir hədlini standart şəklə gətirməliyik. Standart şəkli necə gətirəcəyik? 7 qaldı. Baxın, a kvadratı vurulsun a. Neçə eləyəcək? Əsas olduğu kimi yazılır, dərəcələr toplanır. Baxın, a-nın dərəcəsi burada 1-dir, burada da 2-dir. 2 plus 1 olur 3. Bəs b, b-ni də sadələşdirsək, burada dərəcəsi 1-dir, 1 plus 2, o da olacaq 3. Yəni 503. Baxın, indi oldu standart şəklində yazılmış bir hədli. Və yaxud ola bilər ki, məsələn, 3a kvadratı b vurulsun 4 vurulsun b-nin kvadratı. Baxın, bu da standart şəkildə deyil. Gəlin standart şəkildə yazaq. Deməli, əmsalları da bir yerə vurmağı unutmuruq. 3 vurulsun 4, 12. A üstü 2 olduğu kimi qalır. Baxın, B-lərdən 2 dənədir. Ona görə B-ni yazıram və dərəcələrini də cəmləyirəm. Burada 1-dir, burada 2-dir. 1 plus 2 olur 3. Deməli, biz aldıq ki, baxın, 12A üstü 2B kubu standart şəklində yazılmış bir hədlidir. Aha. Sonra deməli danışacağıq əks bir hədlərdən, bir də oxşar bir hədlərdən. Nə deməkdir bu? Əgər yalnız işarəsi ilə fərqlənən iki bir hədli görürüksə, bu əks bir hədlə adlanır. Baxın, burada yazılıb. Görürsünüz, əmsallar eynidir, dəyişənlər eynidir, qüvvət üstləri eynidir, ancaq biri müsbətdir, biri mənfidir. Belə bir hədlər adlanır əks bir hədlər. Bir də var, bir-birinə bərabər və ya bir-birindən yalnız əmsalları ilə fərqlənən bir hədlər isə oxşar bir hədlər adlanır. Nə deməkdir bu? Məsələn, tutaq ki, 3a kvadrat b-nin kubu c üstü 5. İndi başqa bir hədli yazaq. Məsələn, 4 a üstü 2, b üstü 3, c üstü 5. Baxın, bunlar oxşar bir hədlidir. Nəyə görə? Hərf hissəsinə diqqət edin, dəyişənlər olan hissəsinə diqqət etsək, görürsünüz ki, eynidir. Hər ikisində a üstü 2, b üstü 3 və c üstü 5. Deməli, bunlar oxşar bir hədlərdir. Əgər burada 3 olsaydı və mənfi 3 olsaydı, bu olacaqdı əks bir hədlər. Yəni, yalnız işarəsi ilə fərqlənən bir hədlər əks bir hədlərdir. Aha, indi isə keçək çalışmalara. Birinci çalışma 1-də şərt belədir ki, aşağıdakı ifadələrdən hansılar bir hədlidir? Baxın, A variantı bir hədlidir. Əmsal var, natural üstü qüvvətlərin hasilindən ibarət olan ifadədir. Ona görə A variantında problem yoxdur. Amma B variantına baxın, bu bir hədli deyil. Görürsünüz, hasil şəklində verməyib, cəm şəklində verilib. B variantı bir hədli deyil. C variantı da bir hədli deyil.
Bunlar artıq çox əldə edir. Görürsüz, çıx verib. Yəni vurma hasil şəklində verməyib. D variantı bir hədlidir. E variantı bir hədlidir. Problem yoxdur. F variantı bir hədlidir. C variantı bir hədlidir. Və standart şəklində olmayan bir hədlidir. Görürsünüz, 2 dənə A var. Əgər biz bunları standart şəklə gətirmək istəsəydik, nə yazacaqdıq? A üstü 7. H variantı bir hədlidir. K variantı da bir hədlidir. M variantı bir hədli deyil. Yadınızda saxlayın. Əgər məxrəcdə hərf varsa, bu bir hədli deyil. Məxrəcdə hərf varsa, bir hədli deyil. Baxın, M ilə R variantı bir hədli deyil. Çünki məxrəcdə hərf var. S bir hədlidir. Q bir hədlidir. P də bir hədli deyil. N variantı bir hədlidir. Gələk çalışma 2-yə. Natural üstü qüvvətlərin hasilini tapın. Deməli, burada nə edəcəyik uşaqlar? A variantında deməli, əsaslar olduğu kimi qalır, dərəcələri cəmləyirik. 5 olduğu kimi qalır, 2 üstü 5 neçə eləyəcək? 7. Oldu 5 üstü 7. B variantında, baxın, burada -0,7 üstündə 4 verib. Bu elə 0,7 üstü 4 deməkdir. Çünki mənfinin cüt dərəcəsi müsbət edir. Vurulsun -0,7. -0,7. Deməli, mənfi gəlir qabağa. Çünki mənfini müsbətə vuranda mənfi edir. Əsas olduğu kimi qalır. Dərəcələri cəmləyirik. 4 plus 1 olur 5. Sonra C variantında baxın, əsas olduğu kimi qalır 9. Dərəcələri cəmləyirik. 12 plus 3 eləyəcək 15. Bunu belə də yaza bilərik. 9 3 üstü 2-dir. Yazırıq 3 üstü 2-nin üstündə 15. Və beləliklə bu da eləyəcək 3 üstü 2 vur 15 30. Sonra D variantına baxaq. Baxın, x-lar olduğu kimi qalır. Əsaslar olduğu kimi qalır. Dərəcələri cəmləyirik. Deməli, x üstündə 6 plus 5 11, 11 üstə 1 12, 12 üstündə 2 14. Sonra E variantında yenə A-lar olduğu kimi qalır. Dərəcələri cəmləyirik. 2 plus 1 3, 3 plus 3 6. Sonra F variantında mənfi əsas olduğu kimi qalır. Y 4 ilə 5-i cəmləyirik 9. Yəni əsaslar olduğu kimi qalır, dərəcələri cəmləyirik. Daha sonra gələk 3-cü tapşırığa. Nail, Fərid, Yusif, Mələk 7 A, B üstü 5, C üstü 2 bir hədlisinə oxşar bir hədləri aşağıdakı cədvəldə yazdılar. Onların cavablarından hansının doğru olduğunu müəyyən edin, yanlış cavabların nə üçün doğru olmadığını izah edin. Deməli, bizim bir hədlimiz budur. Nailin cavabı doğrudur. Çünki yalnız əmsallar fərqlidir. Hərflər, dəyişənlər və onların qüvvət üstləri eynidir. Baxın, A-dır, burada da A-dır. Burada B üstü 5-dir, burada da B üstü 5-dir. Burada C üstü 2, burada da C üstü 2-dir. Fərdin cavabı da doğrudur. Çünki yalnız əmsal fərqlidir. Yəni, burada 7-dir, burada -9-dur. Yusifin cavabı da doğrudur. Mələyin cavabı, baxın, doğru deyil. Çünki burada A üstü 5 verib, burada B verib. Artıq dəyişənlər fərqlənir. Bizdə bir hədlimiz necədir? A vurulsun B üstü 5-dir. Amma burada mələk yazıb A üstü 5 vurulsun B. Bu da, yəni mələyin cavabı yanlışdır. İndi deyir ki, aşağıda bir hədlərə oxşar olan hər hansı bir hədli yazın. Birinciyə oxşar mən yazım. Məsələn, M, N üstü 2, C üstü 2. Deməli, M, N üstü 2, C üstü 2 olduğu kimi qalır. Yalnız əmsal fərqli olmalıdır. Məsələn, 7. Bu oldu oxşar bir hədli. Və yaxud məsələn, 8, M, N üstü 2, C üstü 2. Baxın, dəyişənləri belə deyək də, formasını dəyişmirəm. Necə varsa elə də qalır. Digərlərini də özünüz yazarsınız.
Sonra gəlin 4-ə baxaq. Deyir, aşağıdakı hasilləri taparaq bir hədləri yığcam şəklində yazın. Aha, gəlin yazaq. Yenə biz əsasları olduğu kimi saxlayacağıq. Natural üstü qüvvətləri bir-birinə vuraq. Əsasları olduğu kimi saxlayacağıq. Dərəcələri toplayacağıq. Deməli, A variantında 3 vurulsun -5. Neçə eləyəcək? -15. Deməli, A əsas A-dır, olduğu kimi qalır. Burada dərəcəsi 1-dir, burada 4-dür. 1 plus 4 olur 5. Sonra B-də -7 olduğu kimi qaldı. B-ni yazırıq. Dərəcələrin toplayırıq. 4 plus 8, 12, 12 plus 1, 13. Sonra C variantında. Aha, -0,5 vurulsun -9. Eləyəcək 4,5. Aha, əvvəlcə C-ləri hesablayaq. C olduğu kimi qaldı. Üstlərin qüvvətləri nə qədər eləyir? 3 plus 6, 9. Yəni, olur C üstü 9. Vurulsun. D-nin də burada dərəcəsi 1-dir, burada 7-dir. Bu da olur D üstü 8. Sonra D variantında. Aha, burada mənfini, -1-i 10-a vursaq olacaq -10. X əsas olduğu kimi qalır. Burada 1-dir, bura 6-dır. 1 plus 6, 7. Sonra Y, burada dərəcəsi 5-dir, burada 1-dir. 5 plus 1, 6. Sonra E variantında 4 vurulsun 3, 12 edir. Bu da olur 12, x üstü 2, y-in kubu. Sonra F variantında 0,2 vurulsun -7 eləyəcək -1,4. Dəyişənlər də onsuz da 1 dənədir. Yazıram A vurulsun B vurulsun C-nin kubu. Sonra C variantına baxaq. Aha. -A-nın kvadratı uşaqlar. Eləyəcək mənfinin kvadratı axı müsbət eləyir. Olacaq A kvadratı. Vurulsun -A-nın kubu elə -A kubudur. Yəni, mənfinin tək dərəcəsi mənfidir. Ona görə qabaqda bir dənə mənfi qalır. A kvadratı vurulsun A-nın kubu. Bu da eləyəcək mənfi. A olduğu kimi qalacaq. 2 plus 3 o da eləyir 5. Sonra H variantı -1,2-ni deməli, müsbət 0,3-ə vuranda eləyəcək -0,36. Deməli, M kvadratını M-ə vursaq eləyəcək M kubu. Vurulsun N. Sonra gəlin M variantına baxaq. Əsas burada indi işarəni eləyək ki, çaşmayaq. Baxın uşaqlar, burada 4-cü dərəcə mötərizənin çölündə deyil. Mötərizənin çölündə olsaydı mənfi aid olardı. Bu elə -y üstü 4-dür. Qabaqda da bir dənə mənfi var. Mənfi, 2 dənə mənfi müsbət eləyir. Yəni, bir-birinə vuranda. 3-ü 9-da 5-ə vursaq, eləyəcək 3-də 5. Sonra B olduğu kimi qalır. Sonra gəlin y-ləri hesablasaq. Y üstü 4 vurulsun y eləyəcək y üstü 5. Sonra C-ləri bir yerə yığsaq. C kubu vurulsun C kubu eləyəcək C üstü 6. Cavab oldu mu? Aha. Gəlin keçək növbəti misala. 5-cidə. 5-ci tapşırığa baxaq. Deməli, əmsalı 14, dəyişənləri A, B və C dərəcəsi 11 olan bir hədli yazın. Aha, əmsal 14-dür. Dəyişənlər də A, B, C-dir. İndi bunların dərəcələrini elə yazmalıyam ki, bir hədlinin dərəcəsi 11 olsun. Necə yaza bilərəm? Məsələn, A-nın dərəcəsinə yazaq 3.
B-yə yazaq 4. 3 plus 4 7 eləyir. C-yə də yazarıq 4. Aha, 3 plus 4 plus 4 eləyəcək 11. Və onu iki bir həllinin hasili şəklində göstərin. Aha, gəlin göstərək. Məsələn, yazıram 2a-nın kubu vurulsun 7b üstü 4 c üstü 4. Və yaxud belə də yaza bilərəm. 2a-nın kubu b vurulsun 7a, deməli b-nin birini burada yazmışamsa olur b kubu c üstü 4. Baxın, indi b variantında deyir ki, əmsalı -15 dəyişənlər x və y dərəcəsi 8 olan standart şəklində olmayan deyirsə, deməli x-dan məsələn, deməli 2 dənə yazmalıyıq. Ya y-dən, ya x-dan 2 dənə və yaxud 3 dənə yazmalıyıq. Və yaxud hər ikisindən 2 dənə yazmalıyıq. Yəni, elə eləmək ki, dəyişənlər bir dənə olmasın. İndi dərəcəsi 8-dirsə, məsələn, burada x-in dərəcəsinə yazım 2, burada da yazım 4. Baxın, dərəcələrini cəmləsəz, 1 plus 2 plus 4 plus 1 eləyəcək 8. Aha, gəlin C variantına baxaq. Standart şəkildə verilmiş hər hansı bir həddi göstərin və onun əksini yazın. Standart şəkil, məsələn, bu bir hədli. 14 a kubu b üstü 4 c üstü 4. Baxın, standart şəkildə yazılmış bir həddidir. Bunun əksi olacaq, əksini istəyir də bizdən. Olacaq -14 a-nın kubu b üstü 4 c üstü 4. Yəni, yalnız işarə dəyişməlidir. Aha, 6-ya baxaq. M və N dəyişənlərindən istifadə edərək elə bir hədlər tərtib edin ki, onların deməli, A variantında deyir ki, əmsalları eyni olsun, hərfi vuruqları isə müxtəlif olsun. Əmsallar eyni olsun. Məsələn, 3m kvadratı n. Məsələn, əmsallar eyni olsun. 3, tutaq ki, m n-in kubu. Baxın, əmsallar eyni oldu. Dəyişənlər isə fərqli oldu. B variantında deyir ki, hərfi vuruqları eyni olsun, əmsalları müxtəlif olsun. Yaxşı. 4 m üstü 4 n üstü 4. İndi deyir ki, əmsalları müxtəlif olsun. Məsələn, bu da olsun 5, amma deyir hərfi vuruqları eyni olsun. 5 m üstü 4 n üstü 4. Baxın. İndi deyir ki, hansı halda oxşar bir hədlər alındı? Baxın, bu halda. Əmsallar fərqli, hərfi vuruqlar eyni. Aha. Daha sonra keçək növbəti tapşırığa. Deyir, bir hədləri standart şəklə gətirin, əmsalını və dərəcəsini müəyyən edin. A variantında deməli, baxın, 3 vur 7, 21. Sonra m-ləri bir yerə yığsaq, baxın, dərəcələri 1, 1, 1 olur m-in üstü 3. Sonra burada n bir dənə də olduğu kimi qalır. D-ları da bir yerə yığsaq, olur d-nin kubu. Bu oldu A variantı. Sonra B variantı. Baxın, gəlin əvvəlcə bunu kvadrata yüksəldək. 0,1-in kvadratı -0,1-in kvadratı eləyəcək müsbət 0,1 vurulsun k kvadratı vurulsun x üstü, deməli 4-ü 2-yə vuranda 8. Bu da vurulsun 30x-in kvadratı. Baxın belə. İndi bərabərdir. 0,1-i 30-a vuranda neçə eləyəcək? 0,3. K kvadratı ilə işim yoxdur, olduğu kimi qalır. X üstü 8-i x kvadratdan vurduqda
olacaq x üstü 10. Əsas olduğu kimi qalır. Dərəcələri toplayırıq. Sonra C variantına baxaq. Əvvəlcə baxın, bu bir həllini kvadrata yüksəldək. Deməli, 2 onda 3 C A B'nin kubu vurulsun. 3'də 1'in kvadratı eləyir 9'da 1. A'nın kvadratı edir A üstü 2. C'nin kvadratı eləyir C üstü 2. İndi bərabərdir. Deməli, 2 onda 3'ü 9'da 1'ə vursaq, elə bir bu 2 onda 3'ə 10'da 3 10'da 23 kimi baxın. Yəni 23 bölünsün 10 kimi baxın. Bunu da 9'da 1'ə vursaq, olacaq nə? 90'da 23. Sonra A'ları bir yerə yıxsaq, olacaq A kubu, B kubu olduğu kimi qalır və C'nin kvadratı. Baxın bu şəkildə. Aha, sonra ardını yazaq. Deməli, D variantında baxın, əvvəlcə əmsalları sadələşdirək. 14'ü mənfi 7'də 5'ə vursaq, deməli, eləyəcək mənfi 10. Sonra x'ları bir yerə yıxsaq, deməli, x üstü 4. Çünki dərəcələrinə baxın, 2 plus 1 eləyəcək 4. Y-ləri də bir yerə yıxsaq, olacaq y-in kubu. Sonra E variantına baxaq. Aha, gəlin əvvəlcə E variantın burada kuba, burada da kvadrata yüksəldək, sonra vuraq. Baxın, 5'in kubu 5 üstü 3 olur 5 bu şəkildə. A'nın kubu, sonra B'nin kubu vurulsun. Mənfi 0 onda 2'nin kvadratı eləyəcək 0,4. 0,4 vurulsun A üstü 4. Sonra nəyə görə? Çünki A kvadratıdır, bir dənə də üstündə yenə mötərizənin kvadratı var. Baxın, bu mötərizənin üstündəki 2, bu mötərizənin içərisindəki hər bir həddə aiddir. Mötərizənin içərisində B-dir, çöldə 2 olduğuna görə olur B üstü 2. İndi gəlin bunları sadələşdirək. 5'in kubu eləyir 125. 125'i 125'e 0,4'e vursaq, eləyəcək 5. A'ları da bir yerə yıxsaq, olacaq A üstü 7. B'ləri də bir yerə yıxsaq, olacaq B üstü 5. Oldu bu şəkildə. Aha, biz standart şəklə gətirdik. Burada əlavə olaraq bizdən əmsal və dərəcəni də istəyir. Əmsal 5'dir. Dərəcəmiz isə 7 plus 5 12'dir. İndi isə F variantına baxaq. F variantında necədir? Deməli, burada mənfi var. Deməli, qarşıda mənfi olacaq. Mənfi 1 onda 3 n vurulsun. Baxın, bu mötərizənin çölündəki 3 mötərizənin içərisindəki hər bir həddə aiddir. Yəni 0 onda 2'nin kubu eləyəcək 0,8. Sonra B kubu n'in kvadratını da kubu edəcək n üstü 6. İndi bərabərdir. Deməli, 1 onda 3'ü 0,8'ə vursaq, aha, edəcək mənfi 0,0, yəni 10.000'də 104.
Sonra n'ləri bir yerə yığsaq, olacaq n üstü 7. Çünki burada dərəcə 1-dir, burada 6-dır. 1 plus 6 7. Vurulsun a, vurulsun b'nin kubu. İndi bunun əmsalı baxın budur. Mənfi 0,10 Dərəcəsi isə 7 plus 1 plus 3-dür. Yəni 11. Keçək, deməli, qüvvətə yüksəltmə əməlinə. 2 üstü 7 nə deməkdir? Yəni, 2-ni 7 dəfə bir-birinə vurun. 2-ni 7 dəfə bir-birinə vurun. 2-ni 7 dəfə bir-birinə vursaz, eləyəcək 128. Baxın, bu oldu A variantı. Sonra B variantında 5'in kubu, yəni 5'i 3 dəfə bir-birinə vurun. 5 vur, 5 vur, 5, o da eləyəcək 125. C variantında 1/4'ün kvadratı. Yəni, baxın, 1/4'ü 2 dəfə bir-birinə vurun. O da eləyəcək, deməli, 14'ün kvadratı 196'dır. Amma burada 1/4 olduğuna görə 1 tam %96. Kəsr olanda necə olur? Sürəti ayrıca qüvvətə yüksəldirik. Məxrəci də ayrıca. Deməli, 3'ü 4 dəfə bir-birinə vursaq, eləyəcək 81. 81 yazılır sürətdə. 4'ü də 4 dəfə bir-birinə vursaq, eləyəcək 256. Yəni, məxrəcidə də olur 256. Baxın, bu şəkildə davam edir. Düzgün olmayan kəsr olanda onu mütləq E variantından baxaq. Mütləq düzgün olmayan kəsri, deməli, adi kəsri gətiririk, sonra qüvvətə yüksəldirik. Baxın, 3 üstü 5, 243 edəcək. Məxrəcdə yazılır. 4 üstü 5. 4 üstü 5. Deməli, bu 2 üstü elə 10 deməkdir. Yəni, 1024 edəcək. 1024. Aha. Deməli, bir şeydə diqqət etməlisiniz ki, mənfi olanda əgər dərəcə təkdirsə, cavab da tək olur. Məsələn, burada mənfi 5 üstü 4 deyil, olacaq mənfi, deməli, sürət olacaq 64, yəni 4'ün kubu, məxrəc olacaq 5'in kubu, yəni 125. Amma cüt dərəcə olanda, məsələn, burada mənfini, deməli, üstü cüt dərəcə olarsa, o müsbət eləyir. M variantı artıq mənfi eləməyəcək, müsbət eləyəcək. 7'nin kvadratı 49 edir, 12'nin kvadratı 144 edir. Əgər dövr verilərsə, uşaqlar, baxın, mənfi 0,6. Yenə bunu adi kəsrə çeviririk. I variantına baxaq. Adi kəsrə çevirəndə 9/6 olur. Yəni, biz 9/6'nın kvadratını tapacağıq. Mənfinin kvadratı zaten müsbətdir. Ona görə cavab elə müsbət olur. Deməli, 6'nın kvadratı 36, 9'un kvadratı olur 81. Yazınız, gələk 10-cu suala. X-in və n natural ədədinin aşağıda verilmiş qiymətlərinə görə x üstü n-i hesablayın. Biz x üstü n-i hesablayırıq. X-imiz neçədir? 1 tam dövrdə 2. Bu nə deməkdir? 1 tam 9'da 2. 1 tam 9'da 2 nə deməkdir? Yəni 9'da 11. Aha, indi deyir ki 9'da 11'in bu x-imizdir. Biz x üstü n-i tapırıqsa, yəni 9'da 11'in kubu. Baxın, indi 11'i 3 dəfə bir-birinə vurub sürətdə yazacaqsınız. 9'u da 3 dəfə bir-birinə vurub məxrəcdə yazacaqsınız. B və C də eyni qayda ilə. Daha doğrusu mən onu izah elədim. Onu izah elədim, 9'u ötürdüm. İndi qaydaq 9'u izah edəyək. Aşağıda verilən qüvvətləri eyni əsaslı qüvvətlərin hasili şəklində yazın. Baxın, A variantında 7 üstü 2 plus 3'ü necə yazacağıq? 7 üstü 2
vurulsun 7 üstü 3. Sonra B variantında 9 üstü A vurulsun 9 üstü B. Əgər dərəcələr toplanıbsa, demək ki, həmin natural üstü qüvvətlər bir-birinə vurulub. C variantını necə yaza bilərik? Məsələn, mənfi 11-in 5-i parçalayaq da 2 yerə. Məsələn, mənfi 11-in kvadratı vurulsun mənfi 11-in kubu. Baxın, bu şəkildə. Sonra D variantında da 15 üstü 7, 15'də 7 üstü P vurulsun 15'də 7 üstü Q. Məsələn, E variantında M üstü 12 necə yaza bilərik? M üstü 4 vurulsun M üstü 8. Və yaxud M üstü 7 vurulsun M üstü 5. Baxın, bu şəkildə. F variantını necə yazaq? B üstü X vurulsun B üstü Y vurulsun B üstü Z. Baxın, bu şəkildə. Aha. Onu izah elədik, keçək 11-ə. 11 asandır, deyir ifadəsinin qiymətini tapın. Aha, n-in yerinə 2 qoyacağıq. N-in yerinə 2 qoyanda 3 üstü 2 neçə eləyəcək? 9. Plus 2 üstü 2 neçə eləyəcək? 4. 9 plus 4, bu da eləyir 13. B variantına baxaq. A üstü 4. Baxın, A mənfi olsa da dərəcə axı cütdür. Ona görə mənfinin cüt dərəcəsi müsbət eləyir. Yəni 4-də 3-ün üstündə 4 çıxılsın 4-də 3-ün deməli mənfi 4-də 3-ün üstündə 4 çıxılsın mənfi 4-də 3-ün kvadratı. Baxın, 4-cü dərəcədə olanda, deməli 3-ü 4-cü dərəcədən hesablasaq, yəni 3-ü 4 dəfə bir-birinə vursaq, eləyir 81. 4-ü də 4 dəfə bir-birinə vursaq, eləyəcək 256. Çıxılsın, 3-ü 2 dəfə bir-birinə vursaq 9 eləyir, 4-ü də 2 dəfə bir-birinə vursaq 16 eləyir. Burada da ortaq məxrəcə gətirib hesablayarsınız. Sonra 12-yə baxaq. Hər hansı ədədin kvadratı şəklində göstərin. Baxın, 49 nəyin kvadratıdır? Kvadrat nə deməkdir? Yəni, elə bir eyni ədəd olsun ki, bir-birinə vuranda 49 eləsin. 49 7-nin kvadratıdır. İndi 0,49 olacaq 0,7. Yəni, 0,7-nin kvadratı eləyəcək 0,49. 0,64. 64 8-in kvadratı olduğuna görə bu da eləyəcək 0,8-in kvadratı. 169 13-ün kvadratıdır. 1,25-də 11 uşaqlar. Bunu əvvəlcə adi kəsir şəklində yazın. Baxın, bu eləyəcək 25-də 36. Aha, 25-də 36, bu da 5-də 6-nın kvadratıdır. 5-də 6-nın mötərizə kvadratıdır. Çünki 36 6-nın kvadratıdır. 25 də 5-in kvadratıdır. 1,144. Baxın, 144 12-nin kvadratıdır. 1,144 1,2-nin kvadratı olacaq. Burada 100 deməli 10-un kvadratıdır. 121 də 11-in kvadratıdır. Ona görə 11-də 10-un kvadratı olacaq. Baxın, 11-də 10-un kvadratı olacaq. Aha. Hər hansı ədədin kubu şəklində göstərir. Burada da yenə siz kubları bilməlisiniz, uşaqlar. Baxın, 64 4-ün kubudur. Yəni, hansı ədədi 3 dəfə bir-birinə vuranda 64 eləyir. 4 ədədini 3 dəfə bir-birinə vursan 64 eləyəcək. Mənfi 216 mənfi 6-nın kvadratıdır. Mənfi 6-nı, yəni siz 3 dəfə bir-birinə vursaz, mənfi 216 eləyəcək. Yaxşısı budur ki, uşaqlar, siz 1-dən 10-a qədər rəqəmlərin kublarını yazın, onları əzbərləyin. Əzbərləyin ki, baxan kimi görəsiniz. Məsələn, mənfi 125-də 8. 125 5-in kubudur, 8-də 2-nin kubudur. Mənfi olduğuna görə deməli, yəni bu ifadə mənfi 125-də 8. Mənfi 5-də 2-nin kubudur. Baxın, bu cür.
Əgər qarışıq ədəd kimi verilibsə, biz bunu düzgün olmayan kəsə gətiririk. Ondan sonra fikirləşirik ki, görək nəyin kubudur. 5-in qüvvəti şəklində göstərin. Təbii ki, 25 5-in kvadratıdır. 125 5-in kubudur. 625 5 üstü 4. 15625 isə o olacaq artıq 5 üstü 6. Çünki 625-i 5-ə vuranda 3125 edir. 3125-i 5-ə vursaq 15625 edəcək. Ona görə olur 5 üstü 6. İndi baxaq 13-cü suala. Deyir ki, hasilləri hesablamaq üçün iki əsaslı qüvvətdən istifadə edin. Məsələn, baxaq A variantına. Baxın, 8 2-nin kubudur. Çünki 2-ni 3 dəfə bir-birinə vursan 8 eləyəcək. 32 2 üstü 5-dir. Çünki 5-i 2 dəfə bir-birinə vursan 32 eləyəcək. Gəlin, mən sizin üçün burada 2-nin qüvvətlərini yazdım. Baxın, 2-nin kvadratı 4 edir. 2-nin kubu 8 edir. Bunları əzbərləməlisiniz ki, baxan kimi görəsiniz. 2 üstü 4 16 edir. 2 üstü 5 2 üstü 5 yəni 16 vur 2 32 edir. 2 üstü 6 64 edir. 2 üstü 7 128 edir. 2 üstü 8 256 edir. Yəni 2-ni 8 dəfə bir-birinə vursan 256 edəcək. 2 üstü 9 256 vurulsun 2. Yəni 512 edir. 2 üstü 10 yəni 512 vurulsun 2. O da eləyəcək 1024. İndi məsələn F variantına baxaq. Bax, F variantına baxırıq. 8. 8 nədir? 2-nin kubu. Baxın, 2-nin kubu 8-dir. Yazıram 2-nin kubu. Vurulsun 1024. 1024 nədir? 2 üstü 10. Yazıram 2 üstü 10. Bunu da belə hesablaya bilərik. Deməli, əsas olduğu kimi qalır. Dərəcələri toplayırıq. 3 plus 10 olacaq 13. Digər variantlarda buna uyğun yaza bilərsiniz. Baxın, burada da bütün qüvvətləri yazmışam. 14. İndi burada deyir 3 əsasdan yazın. Gəlin 3-ün əsaslarını da sizin üçün yazın. Deməli 3 üstü 2, yəni 3 vur 3 9-dur. 3-ün kubu, yəni 3-ü 3 dəfə bir-birinə vursan 27 edəcək. 3 üstü 4, yəni 3-ü 4 dəfə bir-birinə vursan 81 edəcək. Sonra 3 üstü 5, 3 üstü 5 243 edir. Sonra 3 üstü 6 eləyir 729. Baxın, bura qədər kifayətdir. Əsası 2 olanları 10-a qədər öyrənin. Amma əsası 3 olanları 6-ya qədər öyrənməyiniz kifayətdir. Bu olur 729. Baxın, indi məsələn F variantına baxaq. 81 neçədir? 3 üstü 4. F variantında yazıram 3 üstü 4, 81-in yerinə 3 üstü 4 yazıram. Vurulsun 3 üstü 6. Bu da eləyəcək, deməli, əsas olduğu kimi qalır. Yəni 3 üstündə 4 plus 6 o da eləyir 10. Məsələn, D variantına baxaq. 243, 243. 3 üstü 5-dir. Baxın, D variantında. 3 üstü 5-dir. 32 isə 2 üstü 5-dir. O da olur 2 üstü 5. Baxın, bu qaydada. İndi gəlin 15-ci tapşırığa baxaq. Tərəfləri verilmiş düzbucaqların sahəsini tapın. Nəticədə alınan bir hədlərin əmsalını və qüvvətini müəyyən edin. Düzbucağın sahə düsturu necədir uşaqlar? A vurulsun B, yəni enli uzunluğuna vurmalıyıq.
Məsələn, şəkil 1B-də baxaq, A ilə C-ni özünüz yazarsınız. Enimiz 14y-dir. 14y vurulsun uzunluq. Yəni 7-də 3 x-a. Aha. Zaten hər bir hərfdən bir dənədir. Sadəcə əmsalları sadələşdirməliyik. 14-ü 7-də 3-ə vuranda 6 eləyəcək. 6 x y. Bizdən nə istəyir? Bir hədinin əmsalını tapın. Əmsalımız 6-dır və qüvvətini tapın. Qüvvət də 1 plus 1 2-dir. Bu şəkildə. Və nəhayət gəlirik sonuncu tapşırığa, yəni 16-cı tapşırığa. Növbəti videomuzda bir hədlərin nisbəti olacaq. Əgər dərs izahlarının ardını istəyirsinizsə, bir hədlərin nisbətini də izahını istəyirsinizsə, deməli, yorum yazmağı, like etməyi unutmayın. Yəni, hər birinizdən aktivliyi gözləyəcəm. Buradan gəlmişsinizsə, bura qədər izləmişsinizsə, demək ki, videonu bəyənmisiniz. Yəni, sizin şərhləriniz bizim üçün önəmlidir. Deməli, 16-cı tapşırığı da izah edəcəm. Hər birini izah edəcəm. Çünki hər biri fərqli fiqurlardır. Ona görə hər birini izah edəcəm. Deməli, A variantında söhbət paralelipipeddən gedir. Paralelipipedin həcm düsturu necədir? A vurulsun, B vurulsun, C. Yəni, N vurulsun, uzunluq vurulsun, hündürlük. Aha, deməli, N neçədir? 11 AC. Daha doğrusu 11'də 2 AC. Uzunluq nə qədərdir? 12 AB. Vurulsun. Hündürlük 1,6'da 5'dir. Mən onu adi kəsr şəklində yazıram. 6'da 11 A-nın kvadratı. Yəni, indi bunu sadələşdirək. Əmsalları bir-birinə vursaq, baxın, burada 11 ilə bu 11 ixtisar gedər. Bu 6 ilə 12 ixtisar getsə, burada 2 qalacaq. 2 vur 2, 4 eləyir. A-ları bir yerə yığsaq, A üstü 4 edir. Daha sonra nə qalır? B və C. Yox, B-dən də bir dənədir, bir dənə də C qalır. Aha, deyir, bir hədinin əmsalını və qüvvətini müəyyən edin. Əmsalımız 4-dür, qüvvətimiz də 4 plus 1 plus 1, yəni 6 edir. Əmsalımız da olur 6. Aha, ümid edirəm ki, aydındır. İndi şəkil 2-nin B-sinə baxaq. Silindrin həcm düsturu necədir? V bərabərdir SH. Oturacağının sahəsi vurulsun H. Oturacağın sahəsini necə hesablayırıq? Oturacağı dairədir. Dairənin sahəsi bu düsturla hesablanır. Pi r-in kvadratı. Deməli, pi-ni hələ ki saxlayaq. Diametrimiz 14x kvadratıdırsa, radius nə qədər olur? Diametrin yarısı. Yəni 7x-in kvadratı. 7x-in kvadratı. Deməli, bu oldu bizim oturacağımız sahəsi. Yəni, pi, mən pi-nin qiymətini yerinə qoyub hesablamayacağım. Deməli, bu oldu 7 pi x kvadratı. Vurulsun h. H nə qədərdir? 1,7-də 3. 1,7-də 3-ü də bu şəkildə yazacağım. 1,7-də 3-ü yazacağım 7-də 10 x. Bunu da sadələşdirsək, uşaqlar. Bu 7 ilə bu 7 gedir. Qalır deməli 10 pi. X-ları da yığcam şəklində yazsaq, x-in kubu. Bu şəkildə. İndi baxaq şəkil C-yə. Kubun həcmi necədir? V bərabərdir A-nın kubu. Yəni tərəfinin kubu. Yəni tərəfini 3 dəfə bir-birinə vurmalıyıq. Tərəfi neçədir? Baxın, adi kəsr şəklində yazsaq 4-də 9. M üstü 6-nın kubu. Gəlin bunu yaxşı yazın. 4-də 9. M üstü 6'nın kubu. Deməli, 4-ün kubu 64 edir. 9-un kubu 729. M üstü 6'nın da kubu edir M üstü 18. Bu qədər. Bugünkü izahımız bu qədər. Ümid edirəm ki, hər şey aydındır. Kimə nə aydın deyilsə, yorumda yaza bilər. Diqqətiniz üçün təşəkkürlər.